Bir neçə ardıcıllıqlar var. Gəlin onlardan tanış olaq. Əvvəlcə nə edirik? Birinci şəbəkəyə qoşuruq. Belə göz yaddaşı kimi də saxlaya bilərsiniz. Birinci şəbəkəyə qoşuruq. İş maşını şəbəkəyə qoşandan sonra nazim çarxı özümüzə tərəf fırladırıq. Görürsünüz, ox işarəsindən göstərilir burada. Nazim çarxı özümüzə tərəf fırladırıq. Baxın, nazim çarxı ona görə özümüzə tərəf fırladırıq ki, deməli, burada iynə var. İynə yuxarı qalxsın ki, çünki biz o altdakı makaranı çıxartmaq üçün iynə yuxarıda olmalıdır. Deməli, yuxarı qalxandan sonra iynə, nazim çarxı özümüzə tərəf fırlatdıq, iynə yuxarı qalxdı. Sonra pəncəni qaldırırıq. Pəncəni qaldırandan sonra sap qarqarasını qoyuruq sap milinə. Daha sonra indi keçirik alt hissəsinə. Maki krosunun makara qapağını çıxarırıq. Makaranın onun içərisindən çıxardırıq. İçərisindən götürüb qoyuruq kənara. Əvvəlcə onu. Sonra maşını boşuna hərəkət etdiririk. Boşuna hərəkətə keçiririk. Yəni bu nazim çarxdır. Boşuna hərəkətə keçirdikdən sonra əlimizlə, deməli, əlimizlə bax bu makaranın üzərinə bir neçə qatı sap sarıyırıq. Sonra sap sarıyanı qoyuruq sap milinə. Bayaqların biz bura, deməli, nə idi? Sap qarqarasına sap qoymuşduq və onu nə edirik? Açırıq, fırlatırıq, gətiririk, doluyuruq bura. Daha sonra, dolayandan sonra nə edirik? İynəni sapa, deməli, makara dirənənə qədər sıxırıq. Daha sonra pedal səri sıxırıq. Sapı makaraya sarıyırıq. Yəni bu, burada lori dildə deyim, bu burada darama qalmalıdır, boş olmaz. Daha sonra nə edirik? Bu burada darama qalmalıdır, boş olmaz. Daha sonra isə aşağıdan çıxartdığımız sapki var, məkik makara qapağından. Həmin o makaraya nə edirik? Sap sarıyırıq. Sapı sarıyandan sonra qoyuruq makaranın qapağına. Makaranın qapağına qoyanda 10 sm kənarında uc saxlayırıq ki, bizdə aşağı sapı da iynəni də saplamaq lazımdır. Onu özü saplayır. Biz yuxarı iynəni saplamışdıq bayaqlarım. Aşağıdakı makaradan amma 10 sm uc saxlayırıq ki, iynəni nazim çarxı özümüzə tərəf fırladanda iynə düşsün aşağı, həmin o sapı götürsün, saplasın. Sonra onu qoyuruq, əvvəlki yerinə qaytarırıq. Yəni makara qapağını məkik qurosuna yerləşdirəndən sonra deməli